Salam əziz izləyicilər, OİTV-dəsiniz. Bugün Odlar Yurdu Universitetində həyata keçirilən beynəlxalq ikili diplom proqramları haqqında danışacağıq. Proqramın imkanları, üstünlükləri və tələbələrə yaratdığı beynəlxalq perspektivlər barədə suallarımızı layihə rəhbəri dosent Babək Feyzullayevə ünvanlayacağıq. Xoş gördük Babək müəllim sizləri. Sağ ol, hoş bulduk. Babək müəllim, bu proqram haqqında biologiya və informasiya texnologiyaları ixtisasları üzrə beynəlxalq ikili diplom proqramları nədir? Bu Odlar Yurdu Universiteti ilə Ukrayna Respublikasının zəngin və çoxillik akademik ənənələrə malik nüfuzlu dövlət universiteti olan Vasili Nazareviç Karazin adına Xarkov Milli Universiteti arasında bakalavr səviyyəsində biologiya və informasiya texnologiyaları ixtisasları üzrə həyata keçiriləcək beynəlxalq ikili diplom proqramlarıdır. Proqram hər iki ixtisas üzrə təhsil alan tələbələrə bakalavr təhsillərinin müəyyən hissəsini Azərbaycanda, digər hissəsini isə Ukraynada almaq imkanı yaradır. Tələbə ikili diplom proqramını uğurla tamamladıqda iki ayrı bakalavr diplomu əldə edir. Başqa sözlə, tələbə vahid təhsil proqramı çərçivəsində 4 il ərzində təhsil alır, iki universitetin akademik imkanlarından faydalanır. Bəs bu proqramın yaradılmasının əsas məqsədi nədir? Əsas məqsəd biologiya və informasiya texnologiyaları sahəsində müasir nəzəri və praktiki biliklərə, beynəlxalq təcrübəyə və geniş elmi texnoloji dünya görüşünə malik mütəxəssislər hazırlamaqdır. Proqram tələbələrə yalnız nəzəri bilik verməyi deyil, həm də onları fərqli akademik mühitlər, elmi yanaşmalar və tədris üsulları ilə tanış etməyi nəzərdə tutur. Bu təcrübə gələcəkdə magistratura təhsili, elmi tədqiqat və peşəkar fəaliyyət üçün mühüm üstünlük yarada bilər. Niyə məhz Karazin adına Xarkov Milli Universiteti ilə əməkdaşlıq? Karazin adına Xarkov Milli Universiteti biologiya, təbiət elmləri, kompüter elmləri və informasiya texnologiyaları sahəsində zəngin akademik təcrübəyə və ənənələrə malik bir ali təhsil müəssisəsidir. Bu əməkdaşlıq Odlar Yurdu Universitetinin tədris imkanları ilə Karazin adına Xarkov Milli Universitetinin elmi və akademik təcrübəsini bir proqramda birləşdirir. Nəticədə tələbələr iki universitetin professor müəllim heyətinin, tədris yanaşmalarının və akademik resurslarından faydalanmaq imkanı əldə edirlər. Bəs biologiya və informasiya texnologiya proqramlarından nə ilə fərqlənir? Əsas fərq tələbənin təhsilini yalnız bir universitetdə deyil, iki universitetdə davam etdirməsidir. Tələbə iki ölkənin akademik mühiti, tədris sistemi və universitet həyatı ilə tanış olur. Proqramın digər mühüm fərqi isə akademik tələbləri uğurla yerinə yetirən tələbələrə, yəni məzunlara iki universitet tərəfindən iki ayrı diplomun verilməsi nəzərdə tutulmuşdur. Təbii ki, bu tələbənin beynəlxalq akademik və peşəkar imkanlarının genişləndirilməsinin üçün mühüm üstünlükdür. Tələbənin təhsili iki universitet arasında necə bölüşdürüləcəkdir? Odlar Yurdu Universitetində qəbul olunan tələbə birinci və dördüncü tədris ilini Odlar Yurdu Universitetində, ikinci və üçüncü tədris ilini isə Karazin adına Xarkov Milli Universitetində təhsil alacaq. Karazin adına Xarkov Milli Universitetinə qəbul olunan tələbələr isə birinci, dördüncü tədris ilini Karazin adına Xarkov Milli Universitetində, ikinci və üçüncü tədris ilini isə Odlar Yurdu Universitetində təhsil alacaqlar. Beləliklə, hər bir tələbə təhsilinin 2 ilini öz universitetində, 2 ilini isə tərəfdaş universitetdə davam etdirəcək. Proqram neçə il davam edəcək və tələbə proqramı başa çatdırmaq üçün nə qədər kredit toplamalıdır? Proqramın standart təhsil müddəti 4 akademik il nəzərdə tutulmuşdur. Bildiyiniz kimi, Respublikamızda bakalavr səviyyəsində həm biologiya, həm də informasiya texnologiyaları ixtisasları üzrə təhsil proqramlarının ümumi həcmi 240 kredit müəyyən edilmişdir. Beynəlxalq ikili diplom proqramı üzrə də həm biologiya, həm də informasiya texnologiyaları ixtisaslarında tələbə 240 krediti toplamalıdır. Proqramın əsasən 120 krediti Odlar Yurdu Universitetində, digər 120 krediti isə Karazin adına Xarkov Milli Universitetində qazanılmalıdır. Bu bölgü tələbənin hər iki universitetin tədris proqramında tam və fəal şəkildə iştirak etməsini təmin edir. Tədris hansı dildə aparılacaqlar? Proqram üzrə tədris ingilis dilində aparılacaq.
Bu tələbəyə biologiya üzrə beynəlxalq elmi terminologiyanı, informasiya texnologiyaları üzrə isə müasir texniki və peşəkar terminologiyanı mənimsəməyi, xarici elmi və texnoloji mənbələrlə işləməyi, həmçinin akademik ingilis dili bacarıqlarını inkişaf etdirməyə imkan verəcəkdir. Tələbə üçün tələb olunan dil səviyyəsi, onun qiymətləndirilməsi üsulu və mümkün hazırlıq dəstəyi qəbul prosesində geniş şəkildə mətbuata veriləcəkdir, təqdim ediləcəkdir. Bəli, proqramı bitirən tələbə həqiqətən 2 diplom əldə edəcəkmi? Bəli, təsdiq edilmiş tədris planını uğurla tamamlayan, 240 kredit toplayan və hər iki universitet üzrə məzun olma tələblərini yerinə yetirən tələbəyə 2 ayrı bakalavr diplomu veriləcək. Diplomlardan biri Odlar Universiteti, digəri isə Karazin adına Xarkov Milli Universiteti tərəfindən təqdim ediləcəkdir. Bəs bu diplomlar tələbənin gələcəyi üçün hansı üstünlüklər verəcək? 2 diplom tələbənin həm Azərbaycanda, həm də beynəlxalq akademik və peşəkar mühit nöqteyi nəzərdən qiymətləndirdikdə daha geniş imkanlar tələbəyə təqdim edəcəkdir. Burada biologiya proqramının məzunları, biologiya, biokimiya, biotexnologiya, eyni zamanda ekologiya və digər elmi tədqiqat kimi istiqamətlərdə fəaliyyətlərini davam etdirəcəklər. İnformasiya texnologiyaları proqramının məzunları isə proqramlaşdırma, proqram təminatının hazırlanması, eyni zamanda informasiya texnologiyaları, kiber təhlükəsizlik və digər rəqəmsal texnologiya sahələrində öz bilik və bacarıqlarını artıra biləcəklər. Təbii ki, proqram zamanı qazanılan beynəlxalq təcrübə hər iki ixtisas məzunları üçün xaricdə magistratura, elmi tədqiqat və peşəkar inkişaf imkanları əldə etmək nöqteyi nəzərindən faydalı ola bilər. Bunu da qeyd etmək istərdim ki, diplomlar konkret ölkədə akademik və ya peşəkar istifadə nöqteyi nəzərdən baxdıqda ölkənin qüvvədə olan tanınma qaydalarına uyğun olaraq həyata keçirilir. Həm də bunu da qeyd etmək lazımdır ki, Karazin adına Xarkov Milli Universiteti Almaniya, Avstriya, İspaniya, Portuqaliya, Polşa, Latviya və Moldovada daxil olmaqla bir sıra Avropa ölkələrinin ali təhsil müəssisələri ilə müxtəlif ixtisaslar üzrə ikili diplom proqramları həyata keçirir. Proqrama qəbul necə aparılacaq? Qəbul Azərbaycan və Ukrayna qanunvericiliyinə və müvafiq tədris ili üçün təsdiqlənmiş qəbul şərtlərinə uyğun olaraq aparılacaqdır. Tələbə kvotası, müraciət tarixləri, sənədlərin siyahısı, seçim mərhələləri və digər tələbələr üçün lazım olan sənədlər rəsmi qəbul elanında əvvəlcədən geniş ictimaiyyətə açıqlanacaqdır. Namizədlərə yalnız rəsmi elanlarla təqdim olunan məlumatlara əsaslanmaları tövsiyə olunur. DİM nəticəsi proqrama qəbul üçün kifayət edəcəkmi və proqrama kimlər müraciət edə bilər? Tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı zamanı topladığı keçid balı nəticəsi, onun akademik göstəricilərinin qiymətləndirilməsi və daxili seçim prosesində nəzərə alına bilər. Lakin qeyd etdiyimiz kimi DİM balı proqram üzrə bütün qəbul tələblərini avtomatik əvəz etmir. Belə ki, tələbə birinci tədris ilində nəzərdə tutulan bütün fənləri uğurla başa vurmalı və müəyyən edilmiş minimum orta balı toplanmalıdır. Müqaviləyə əsasən Odlar Universitetinin tələbəsi üçün minimum ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal, Karazin adına Xarkov Milli Universiteti üçün isə bu tələb 70 bal nəzərdə tutulmuşdur. Bu göstəricilər iki universitetin qiymətləndirmə sistemlərinin uyğunlaşdırılması əsasında tətbiq edilir. Bu nöqteyi nəzərdən ümumiyyətlə bu tələb tələbənin razılıq əsasında tərəfdaş universitetdə təhsil aldığı akademik cəhətdən hazır olma imkanlarını təmin edir. Tələbənin bir universitetdə qazandığı kreditlər digər universitetdə də tanınacaqmı? Ümumiyyətlə biz bunu qeyd etməliyik ki, proqramın əsas üstünlüklərindən biri də kreditlərin və akademik nəticələrin qarşılıqlı tanınmasıdır. Hər semestrin sonunda tələbənin keçdiyi fənlər, topladığı kreditlər, aldığı qiymətlər və ümumi orta müvəffəqiyyət göstəricisi əks olunan transkripti
hazırlanaraq tərəfdaş universitetə göndəriləcəkdir. Tələbənin semestr ərzində müvafiq fənlərdən aldığı qiymətlər razılaşdırılmış çevrilmə mexanizminə uyğunlaşdırılacaq və hər iki universitetin akademik sistemində nəzərə alınacaqdır. Bəs tələbə hər hansı bir uğursuzluq baş verərsə nə olacaq? Belə hallarda fənnin tədris edildiyi universitetdə universitetin daxili qaydalarına uyğun olaraq təkrar imtahan, fənnin yenidən götürülməsi ilə akademik borcun bağlanması mexanizmləri tətbiq ediləcəkdir. Burada əsas məqsəd akademik standartları qorumaqla tələbəyə nəticəsini yaxşılaşdırmaq və eyni zamanda təhsilini davam etdirmək üçün qanunvericiliyin qaydalarına imkan verdiyi şəraiti yaratmaqdır. Yəni ki, akademik dəstək göstəriləcək. Təbii ki, təbii ki. Fövqəladə vəziyyət tələbənin xaricdə təhsil almasına mane olarsa nə baş verə bilər? Müqavilədə belə hallara qarşı alternativ həll yolları nəzərə alınmışdır. Zərurət yarandıqda akademik təqvim dəyişdirilə, mobillik dövrü başqa tarixə keçirilə və imtahan tarixləri yenidən müəyyən edilə bilər. Burada da qeyd etdiyimiz kimi əsas məqsəd proqramın davamlılığını təmin etmək və tələbənin artıq qazandığı akademik nəticələri və qanuni hüquqlarını qorumaqdır. Proqram təsdiqlənib? Bəli, proqram daha dəqiq desək, bakalavr səviyyəsində biologiya və informasiya texnologiyaları ixtisasları üzrə beynəlxalq 2 il diplom proqramı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Beynəlxalq 2 il diplom proqramının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənməsi proqramların həyata keçirilməsi istiqamətində mühüm mərhələlərin artıq tamamlandığını göstərir. Bu tələbənin şəxsi inkişafına nə qazandıracaq? Tələbə fərqli universitet mühiti, müxtəlif akademik yanaşmalarla tanış olacaq. Bu təcrübə onun müstəqil qərar vermə, ünsiyyət, uyğunlaşma, kollektivlə işləmə və problemləri həll etmə bacarıqlarını inkişaf etdirəcəkdir. İngilis dilində təhsil almaq və beynəlxalq akademik mühitdə yaşamaq təbii ki, tələbənin həm peşəkar, həm də şəxsi imkanlarının daha mühüm şəkildə artırılmasına töhfə verəcəkdir. Bəs tələbə üçün ən böyük üstünlüyü nə olacaqdır? Proqramın üstünlüyü yalnız 2 diplom əldə etməklə məhdudlaşmır. Tələbə 2 universitetdə təhsil alır, fərqli elmi məktəbləri və tədris yanaşmalarını öyrənir, ingilis dilində peşəkar biliklərini inkişaf etdirir və beynəlxalq akademik təcrübə qazanır. Belə bir təhsil modeli ümumiyyətlə tələbəyə daha geniş dünya görüşü, güclü akademik baza və gələcək təhsil və karyera seçimlərində əlavə üstünlüklər qazandıra bilər. Niyə abituriyentlər bu proqramı seçməlidirlər? Bu proqram biologiya və ya informasiya texnologiyaları sahəsinə maraq göstərən, beynəlxalq təcrübə qazanmaq istəyən və gələcəyini elm, tədqiqat, innovasiya və müasir texnologiyalarla əlaqəli peşə sahələrində görən gənclər üçün xüsusi imkan yaradır. Tələbə bir proqram daxilində 2 universitetin akademik imkanlarından faydalanır, ingilis dilində təhsil alır, beynəlxalq mobillik təcrübəsini qazanır və 2 ayrı bakalavr diplomu əldə edir. Bu, yalnız bir ixtisas seçimi deyil, tələbənin akademik və peşəkar gələcəyinə yönəlmiş beynəlxalq təhsil yolu kimi də qiymətləndirilməlidir. Bəs tələbələr bu informasiyanı, düzgün informasiyanı hardan əldə edə bilərlər? Proqramla bağlı qəbul tarixi, kvota, təhsil haqqı, tələb olunan sənədlər, dil bilikləri və digər vacib məlumatlar Odla Yurdu Universitetinin və Krasnodar Xarkov Milli Universitetinin rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılacaq. Abituriyent və valideynlərə qeyri-rəsmi mənbələrdən deyil, yalnız universitetlərin rəsmi elanlarında istinad etmələri tövsiyə olunur. Çox sağ olun Babək müəllim əhatəli məlumatınız üçün. Buyurun, siz sağ olun. Sonda Babək müəllim, izləyicilərimizə nə demək istəyərdiniz? Sonda bunu qeyd etmək istərdim ki, razılaşdırılmış və bu beynəlxalq ikili diplom proqramının əsas məqsədi biologiya və informasiya texnologiyaları sahəsində müasir nəzəri və praktiki biliklərə, geniş elmi və texnoloji dünya görüşünə, ingilis dilində akademik ünsiyyət bacarıqlarına, eləcə də beynəlxalq əmək bazarında tələblərinə cavab verə biləcək peşəkar
rəqabət qabiliyyətli kadrların, mütəxəssislərin hazırlanmasında əvəzsiz bir proqramdır. Proqram çərçivəsində tələbələr 4 təhsil ili ərzində ingilis dilində təhsil alır. Hər iki universitetin akademik, elmi və tədris potensialından faydalanır. Fərqli tədris modelini və elmi yanaşmalarla tanış olur. Beynəlxalq akademik mühitdə təhsil və mobillik təcrübəsi qazanır. Eyni zamanda nəzəri bilikləri, praktiki və tədqiqat bacarıqları ilə zənginləşdirir. Beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirir və təbii ki, bayaq da qeyd etdiyimiz kimi hər iki universitetin ayrı və müstəqil bakalavr diplomunu əldə etmiş olur. Həmçinin bu proqramlar tələbələr üçün beynəlxalq akademik mühitə inteqrasiya, magistratura səviyyəsində təhsilin davam etdirilməsi, elmi tədqiqat fəaliyyətində iştirak və rəqabət qabiliyyətli peşəkar karyeranın qurulması istiqamətində mühüm perspektivlər vəd edir. Bu qədər. Çox sağ olun Babək müəllim. Əziz izləyicilər, Odda Yurdu Universitetindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyi unutmayın. Növbəti görüşlərə dək.